Nizami Kino Mərkəzində 16-cı Beynəlxalq Film Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirildi. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən təşkil edilən Baku Sinema Briz 25 Film Festivalı çərçivəsində reallaşır. Bağlanış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak etdilər. Ümumiyyətlə, Bakı Beynəlxalq Film Festivalı Azərbaycan Kino Camisi üçün keçirilən ən əhəmiyyətli, ən vacib tədbirlərdən biridir. Artıq bir neçə gündür Bakı şəhərində dünya müxtəlif ölkələrindən 100-ə yaxın müxtəlif janrlarda olan filmlərin nümayişləri gedir. Və əlbəttə ki, yerli müsabiqənin münsif heyətlərindən biri olaraq onu deyim ki, bu il təmsil olunduğumuz yerli müsabiqədə bədii, sənətli tələbə filmləri nümayiş olunurdu ki, ortalama 30-a yaxın film var idi və sevindirici haldır ki, artıq yerli istehsal olunan filmlərin sayı artmaqdadır, keyfiyyəti artmaqdadır. Sinema alanında yapacak çok şey var Türkiye ile Azerbaycan arasında. İki ülkenin bu dostluğu, kardeşliği sinema alanında da bence çok büyük potansiyel vaat ediyor. Biz de hem Türkiye Kültür Bakanlığı olarak da buradaki markette de katılım gösteriyoruz. İnşallah ileride çok daha güçlü, gelişmiş projelerin iki ülke tarafından yapıldığını da bence göreceğiz. Festivalde bu bağlamda çok önemli bir rol oynuyor. Tədbirdə çıxış edən Bakı Beynəlxalq Film Festivalının direktoru Fehroz Şamiyev bu ilki festivalın bir sıra məqamlarla yadda qaldığını qeyd etdi. O bildirdi ki, layihəyə maraq ildən ilə artır. Bu il Bakı Beynəlxalq Film Festivalı 16-cı ilini, 16-cı yaşını qeyd edir. Amma uzun illərdir Azərbaycanda tam metrajlı film festivalı keçirilmirdi və son 3 ildə artıq biz belə qərara gəldik ki, Azərbaycanda tam metrajlı filmlər festivalı keçirilməlidir və çünki bu Azərbaycan kinosunun yeni mərhələyə keçməsində birbaşa təkanverici rol oynaya bilər. Bu baxımdan da düşünürəm ki, debüt tam metrajlı filmlər festivalı kimi biz yaxın şərq ölkələri və şərqi Avropa ölkələrinin daha çox diqqətini cəlb eləmişik. Sonda qaliblər nominasiyalar üzrə Qızıl Nar mükafatı və xüsusi diplomlarla təltif olundular. Tədbirdə 2 film nümayiş olundu.